Sizlərə belə bir qiymətə heç bir yerdə olmayan iftar menyusunu göstərəcəm. Öncəliklə hər birinizin müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah tutduğunuz orucu qəbul etsin. Bu iftar menyusu 28 maydakı abeddə yerləşir. İftar menyusunun ümumilikdə qiyməti 10 manatdır. Mən şorba olaraq ilk öncə yayla şorbasının dadına baxdım. Dadı doğğaya bənzəyirdi, dadlı idi. Salat olaraq biber salatı sifariş verdim. Dadı yerində idi, amma biraz duzu az idi. Şorbamızı, salatımızı yedikdən sonra gəlib çatdıq əsas məsələyə. Yəni əsas yeməyə monastır sayağı toyuq düyü ilə sifariş verdim. Dadına söz ola bilməz, çox dadlı idi və çox doyumcul idi. Bu arada menyuya daxildir istədiyiniz birinci yemək, istədiyiniz ana yeməyi, istədiyiniz seçimə uyğun olaraq salat, kompot, ayran və yaxud kola, həmçinin meyvə asorti, şirniyyat və çay öz yerində. Hələ təzə yeyib bitirmişdim ki, masaya şirniyyatla çay gəldi. Bunu da yeyib qutarandan sonra son olaraq meyvə asorti gətirdilər. Bu videomu bəyənib oruç tutan dostlarınıza göndərməyi və səhifəmə abunə olmağı unutmayın.